Salam, hörmətli izləyicilərimiz. Bugün sizə həqiqətən də tayı bərabəri olmayan, istədiyiniz ərazidə və qiymət olaraq çox gözəl qiymətə təklif olunan bu hissədən 2 mərtəbə görülə bilər, amma yan tərəfindən 3 mərtəbədir. Evin alt hissəsində əlavə qaraj da var. Onu da sizə adlarını çəkib göstərəcəm. Evimizin üz görüntüsü qabancıq daşlardan üzlənilib, yerdən kifayət qədər kürsülüdür. Həyəti tarqov daşlardan da üzlənilib, rahat şəkildə 2 maşın daxil ola bilər. Bütün kommunallar var, sayğaclar quraşdırılıb, mərkəzi kanalizasiya. Evimiz yerləşir Abşeron rayonu Masazır qəsəbəsində. Mərkəzi yola yaxın, yəni Masazır dairəsinə yaxın ev deyirdiniz. Bəli, Masazır dairəsinə yaxın geniş 2 mərtəbə 4 otaq, qapısınacan asfalt. Hörmətli izləyicilərimiz, birbaşa bax bu gördüyünüz binadan evə məsafə peşqum hardasa 5-6 dəqiqəlik məsafədir, maşından daha da tez. Evin yan tərəfi də yoldur. Baxın, burada hal-hazırda iş gedir. İş tamamlanacağından sonra burada asfalt olacaq və evin yan tərəfindən də qaraja giriş var. Evin alt hissəsi də qarajdır. Keçək evin əsas təmiri hissəsinin təqdimatına. Gördüyünüz kimi ətraf hamısı böyük şəxsi evlərdir. Daxil olaraq evimizin iç sahəsinin təqdimatına. Evimizə daxil olarkən bax, belə bir dəhliz bizi qarşılayır. Otaqlara bölgü, dəhliz vasitəsində tavan, dartma tavandır. Qranit metlaq gördüyünüz hissələr hamısı istipoldan təchiz olunub. Sol tərəfdə yerləşir evimizin belə işıqlı, vitraj pəncərəyə malik qonaq otağı və bütün kommunallarda mətbəxdən mövcuddur. Burada yerləşir evimizin işıqlı, geniş qonaq otağı. Dəyərli izləyicilərimiz, xatırladım ki, bu hissədə istipoldan təchiz olunub, döşəmə, laminat. Geniş qonaq otağı var, həqiqətən də qonaq otağı ölçüləri genişdir. Ən çox da en hissəsi xoşuma gəldi ki, bəzi evlərdə 3-350 olur, hardasa burada 5 metrəyə yaxındır. Vitraj pəncərə, yəni həyətanın sahəsinə baxır. İkinci mərtəbə qalxan pilləkənlər, pilləkənlərin alt hissəsində belə bir qladovkası var. Sanitar qovşaq, sanitar qovşağın tavanı dartma tavandır. İkinci mərtəbədə yerləşir 3 yataq otağı, sanitar qovşaq, eyvana çıxışı var. Bölgə yenə dəhliz vasitəsindən aparılıb. İkinci mərtəbədə ümumiliklər demək olar ki, istipoldan təchiz olunub. İkinci mərtəbənin sanitar qovşağı, duşqabının içində atdenli yer ayrılıb. Burada yerləşir yataq otağından birincisi, hər birisi istipoldur, dəyərli izləyicilərimiz.